başlamadı, zamanıdır. İcazə verirəm mərcəbətin sizə, təqvan keşiksiyə. Zamanıcı uçur, bilirsən mi dostum? İlüstrünə iyi gəlir, görürsən mi dostum? Sənin də katanda uşaq olub əziz, sanki gözlü buyruğunda böyümüşük biz. Çok sağ olun, yakışıyor. Çok sağ ol əzizim, hoş gelmişsiniz. İcazə verin sizi tanış edeyim. Dostum, zaman keşikçisi. Ben de Serife'yim. Heveskar ressama. Şad oldum xanım. Yuxuda gedirlər bir səyahətə. Mənlər güllər, gedənek. Eləməmişəm. Mən bir şey dedimsə, həmin rəqə olur. Keçənlərə dedin ki, Yaxşı. Necə də yaxşı yaddaşı var. Bu dəfə hər şey qaydasındadır. Zaman maşını hazırdır. Bircə düyməni basmaq kifayət eləyər ki, bütün hədiyyələr öz sahiblərinə çatsın. Bircə sarı düyməni basmaq olmaz. O adamın yaşın dəyişir. Ondan ehtiyatlı olmaq lazım uşaqdırlar. çox sağ olun. Diqqətli olun. Ağıl başda deyil, ağıl yaşadır. Üzr istəyirəm, bu mənim səhvimdir. Abrakadabra. Bizim böyle bir problemimiz var. Ne oluyor? Problemin adı da... Bu dəfə nəsə bacarabilir. Sağ ol, səndən görərəm. Yızma güneş altındayım. Sensizlikten hey yanarım. Canımca Biz memnunu pulla alırız. Pulumuz var bizim. Biz onu ele böyle gelmişiz götürək. Əvəzində sizə yanlış hədiyyə eləyə Yanlış değilsiniz. Yanlış? Eğer siz yanlış aldırabilseniz ben bu kubu size veririm. Laf isteseniz, Sfikse bir şeyler yaparsınız. Buna itiraz... Darıkırım sarayda, üzüm gülüm kefsizsen. Eşit güldüren yok etrafta. Gülüme yandım usandım, gömek ömrüm kısadım. Yüreğden gülmeli yan, güldürenler hardadır. Gedir. Sen de gel. Sağ olsun. Hadi o. Elimdeki zaman kubudur. Bununla bütün nağıl zamanını idare etmeye var. Sana zarifatın gülmeli olmadı efendim. Al o kumla elinden getir koydur. Özlü de atar perengeler. Hatta ben size bu katlarını sana hardan değil. Adam da pereler atar ağacı gidin gösterin. İnşallah biz xanı necə gülüb, bizə yarım dəqiqə vaxt verin. Biz xanı necə güldürək? Sizi ləfə danışacağım, amma kənar şəxslər buradan getsinlər. Ulan geçsin. Getsin. Ha git. Sen de git, ben git. Hadi, sen de git, sen de git. Hadi, gel sen. Şehirli xanım da girib şu qolağına. Hə, xan. Biri var imiş, bir yoxmuş. Uzaq bir diyarda bir xan var imiş. Kim var? Yox. Ha. O xanın 3 dənə oğlu var imiş. Ama de ki de. Həm də sağ. Sağ ol. Bax, nerede gəlib çatır, bu xan oğlanlarını evləndirməlidir. Evet. Xan da çox xəsis olur. Fikirləşir ki, oğlanlarını evləndirsə pulu gedəcək bütçədən. Ona görə çağırır oğlanlarını deyir, gəlin, işləyin, qazanın, evlənin. Ha laf çıktı. Sonra neydi? Heç də böyük oğlu gedir özünə karvan alır. Ha
var. Ortancılığın Qızıl Alverində məşğul olur. Son 5-i də gedib müəllim olur. Vay vay vay. O müəllim subaydandır ki. Tam əksinə. Birinci elə müəllim oğlu evlənir. Yaxşı. Sonra da böyük qardaşlarına toy edir. Ha, bu müəllim də bu qədər pul hardandır? Ya xan sağ olsun. Müəllimin pulu yox idi. Müəllimin qaynatası imkanlı idi. Bizi çağıranlar ne olmasın. Etrafta güldüğünün ayrısına biz kalan kesmeye başladık. Kurutmayan çayları, tükenmesin servetler, düşünün insanları. Zaman zaman gəlib çatdı. Yeni əsr qəhrəmanı bura dəvət etməyə uşaqlar. Eşitmiyorum. Sağ ol uşaklar. Yeni iliniz mübarek olsun. He Türk'ten.